Da bütün Azərbaycan xalqının yanı qeyrətli xalqından danışıram. Bir qeyrət xalqından danışmıram. Burada Xocalıdan sonra Çingiz Mustafayevi öldürüb gəlib burada yaşayan bir qeyrət xalqından danışmıram. Yəni əsl qeyrətli Azərbaycan xalqından, hansılar ki bu cındırların sifətlərindən, bu bir qeyrətlərin sifətlərindən. Bax burada şey var, maşını ilə bilmirəm neyinir burada. Güya maşınını təmizləyib, obşucu pataskuxaları, qaynataları ilə yatanlar, bir qeyrət xalqı. Ermənilər bunlara göylər asimanlar tərəfindən göndərildiyi, belə hoqqalardan çıxdıqlarına görə Qarabağda, nələrdən çıxdıqlarına görə heç bir dünyanın heç bir bucağında belə şeylər olmadı. Ancaq burada oldu. Ancaq bu şeydir, Qarabağ belə Çingiz Mustafayev gəlmişdi bunları xilas eləməyə, bir bir mələk kimi, bir demək olar ki, mələk kimi yox, bir mələk, yəni demək olar, gəlmişdi bunları spasat eləməyə, bu bir qeyrətləri. Bunlarsa vurub öldürdülər. Sonra Tofiq babamın haqqını sayını itirən murdallar, niçtojistov, obşucu pataskuxaları, nələrdən çıxırdılarsa, o Qarabağda gör bunlara onlar tərəfi, ermənilər tərəfindən heç bir dünyanın, heç bir bucağında belə şeylər olmadı. Ancaq bu götvərənlərə, bu belə tərbiyəsiz, pozğun, əxlaqsızlıqla məşğul olan bir-birləri ilə orada nələrdən çıxırdılarsa, o onunla, bu onunla, əmisi oğlu, əmisi qızı, dvayorunu bacısı, dvayorunu qardaşı, qaynatası ilə, o onunla, bu onunla, əmisi. Burada necə? Orada da elə bir otağın içinə girib, əmişib, sikişib, yalaşmaqdan başqa heç nə bilməyənlər sülaləsi. Burada necə? Orada da elə da biz öz hamamımızdan, öz ayaq yolumuzdan, öz evimizdən istifadə eləyə bilmirik bu laxan vedrələrin əlindən. Da bu tərbiyəsiz, əxlaqsız, pozu, qeyrətdən, namusdan danışırlar. Nə qeyrətləri var, nə namusları, nə bir şey. Götvərənin dalayağıdırlar. Gəlib burada da yaşayırlar. Bir dənə onlara baxın, bilinmir ki, hansı yuvanın quşlarıdır. Mərəzə yolçusunun dəməyindən çıxıblar, erməni dəməyindən çıxıblar. Bilinmir, nə atları var, nə sanları. Hardan gəlib tökülüblər bura, necə tökülüblər bilinmir. Da bunlar hələ Şöpülüsdə gör, mən yatsaydım yuxuma da girməzdi ki, gör nələr eşidirəm. Deməli, mənim üstdəki qalan qonşum, deməli, mənim keçmiş həyat yoldaşım Qaliblə bir yerdə, otellərdə gedib, keyfini çəkib, maşınına da minib gezib.